Ümumiyyətlə sizə eşitmək xoş. Buyurun. Çox sağ olun Cavad bəy. Həm maraqlı fikirlərə, mülahizələrə görə təşəkkür edirəm, həm də mənim ünvanıma dediyiniz sözlərə görə çox sağ olun. Biz hər zaman millətimizə xidmət eləmişik, xalqımıza xidmət eləmişik və bundan sonra da xidmətimiz davam eləyəcək. Nə olur olsun, bu barədə heç bir problemimiz yoxdur. Məsələyə gəldikdə isə, yəni yenə də müxtəlif cəhətləri var məsələnin. Bilirsiniz Cavad bəy, Ramiz Mehdiyev mövzusu bu son aylarda ortalığa çıxanda cəmiyyətdə bir müsbət gözlənti yarandı. Müsbət gözlənti yarandı ki, hakimiyyətdə Rusiyanın qüvvələri təmizlənməyə başlayacaq. Çünki hər kəs bilirdi ki, Ramiz Mehdiyev dövlətdə faktiki ikinci adam olubdu uzun 10 illər və Rusiyanın da əsas adamı olubdu Azərbaycanda. Və insanlar bunu müsbət qarşıladılar ki, bu proses başlayacaq. Ancaq sizin özünüz də qeyd etdiyiniz kimi söz çoxdur, ancaq Ramiz Mehdiyevin özünə qarşı, onun ən yaxın adamlarına qarşı heç bir hərəkət edilmədi və çox sürətlə repressiya dalğası müxalifətə tərəf yönəldi. Bir sıra tanınmış siyasətçilər, Əli Kərimli və digərləri birbaşa repressiyaya məruz qaldılar. Və bir çoxları da hakimiyyət yönlü media tərəfindən, qəzetlər, saytlar tərəfindən şəbəkələrdə böhtan yağışına tutuldular. Yəni bu, bugünün gerçəkliyidir. Hələ 2019-cu ildə Ramiz Mehdiyev administrasiya rəhbəri vəzifəsindən kənarlaşdırılanda və sonra da səhv eləmirəmsə 2022-ci ildə Akademiyanın prezidenti vəzifəsindən kənarlaşdırılanda da bənzər ümidlər yaranmışdı cəmiyyətdə ki, dəyişim dönəmi başlayır. Amma nə 2019-da, nə 2022-də, nə də indi Ramiz Mehdiyevlə bağlı cinayət işi açılanda dəyişən bir şey yoxdur. Bu siyasət dəyişməlidir. Azadlıqlar bərqərar olmalıdır. Hüquqlar bərqərar olmalıdır. İnsanlara rahat nəfəs almağa imkan verilməlidir. Bilirsiniz, bu təsadüfi deyil ki, güneydə və quzeydə bizim son vaxtlar səsləndirdiyimiz bir şüar çox oxşardır. Güneydə azadlıq, ədalət, milli hökumət şüarı irəli sürüldü və quzeydə də Müsavat Partiyasının bir şüarı səslənməyə başladı ki, azadlıq, ədalət, hüquqi dövlət. Yəni, buradakı bu oxşarlıq təsadüfi deyil. Bu oxşarlıq həm ölkələrdəki bir sıra problemlərin oxşarlığından irəli gəlir. Həm də xalqımızın vahid bir xalq olmasından, xalqımızın hədəflərinin azadlıq olması, ədalət olması, ləyaqət olması, hüquqi dövlətin, milli hökumətin olması, bu hədəflər bütün xalqımızın hədəfləridir. Güneyli ya quzeyli olmasından asılı olmayaraq. Bugün siz də, hörmətli Əjdər bəy də bu istiqamətdə çox önəmli mesajlar verdiniz, fikirlər bildirdiniz. Bizim də dediyimiz budur. Əjdər bəy təkcə güneydəki yox, quzeydəki vəziyyətdən də danışdı. Bizim də dediyimiz budur. Yəni, maraqlı bir sual səsləndirirsiniz ki, bu yeni dönəmdə vəziyyəti dəyişməyin yolu nədir? Hələ 2020-ci ildə 44 günlük savaş bitəndən sonra Şuşa başda olmaqla torpaqlarımızın önəmli bir hissəsi işğaldan azad olunandan sonra biz Müsavat Partiyası olaraq dedik, bir sıra digər qüvvələr də dedi ki, yeni bir şərait var. Azərbaycanda sözdə deyil, gerçək islahatlar üçün münbit şərait var, imkan var və hakimiyyət bunları həyata keçirməyə başlasa, müharibə dövründə ortada olan o milli birlik, milli həmrəylik ki var, yenə də özünü göstərəcək və ölkədə çox sürətlə müsbət ciddi dəyişikliklərə nail olmaq mümkündür. Baş vermədi. Heç bir ciddi dəyişiklik baş vermədi. Yəni, Qarabağımızın işğaldan azad edilməsini biz Müsavat Partiyası olaraq həddindən artıq böyük uğur kimi qiymətləndirmişik. Bu tarixi bir uğurdur və bu dəyişməz olaraq bizim qiymətimizdə budur, belə olacaq. Ancaq bundan sonra, xüsusən də 2023-cü ildə Xankəndi işğaldan azad ediləndən sonra bütün işğal olmuş ərazilərimiz üzərində Azərbaycanımızın suverenliyi bərqərar olandan sonra yenə də
müəyyən gözlənti oldu ki, müsbət dəyişikliklər dönəmi gəldi, başlayacaq. Yenə də olmadı. Yenə heç bir dəyişiklik edilmədi. Yəni, biz Müsavat Partiyası olaraq və bir sıra başqa qüvvələr də təkrar bunu xatırladırıq, qeyd edirik. Deyirik ki, ölkəmizin inkişafı üçün, xalqımızın xoşbəxt yaşaması üçün, dövlətimizin xarici təhdidlərdən müdafiə oluna bilməsi üçün bir sıra şərtlərlə yanaşı ən önəmli şərtlərdən biri milli birlikdir. Bunun üçün də dəfələrlə təkrarladığımız kimi ədalət olmalıdır, həm sosial ədalət olmalıdır, həm siyasi bərabərlik olmalıdır. Bunu biz dəfələrlə deyirik, təkliflərimizi ümumi şəkildə də, konkret şəkildə də səsləndiririk, cəmiyyətə, hakimiyyətə təqdim edirik və bundan sonra da edəcəyik. Amma burada vəziyyəti, ölkədəki vəziyyəti dəyişmək ilk növbədə hakimiyyətdən asılıdır. Hakimiyyət bunu etməlidir. Və sadaladınız ki, bir çox dövlətlərdə vəziyyət nə dərəcədə ağırdır. Tamamilə haqlı olaraq həmin dövlətlərin adını çəkdiniz. Adını çəkdiniz dövlətlərin demək olar ki, hamısı diktator ölkələri idi, avtoritar rejimli ölkələri idi. Elə ölkələr idi ki, xaricdən bir zərbə vurulan kimi hakimiyyət dərbədər oldu. Elə ölkələrdir ki, xalq özü dəyişiklik istəyirdi və ilk imkanda o dəyişikliklər xəttinə, küləyinə qoşuldu. Biz Azərbaycanın bu şəkildə davam etməsini istəmirik. Biz deyirik ki, Azərbaycan azad bir ölkə, demokratik bir ölkə, haqqın, ədalətin bərqərar olduğu, məhkəmələrin müstəqil olduğu, seçkilərin azad və ədalətli keçirildiyi bir ölkə olsun. Və biz inanırıq ki, bu da olacaq. Mən sizin söylədiyiniz mənfi senarilərin heç birinin baş tutacağına inanmıram. Azərbaycan dövlətinin müstəqilliyi əbədidir. Azərbaycan xalqı heç bir zaman imkan verməz ki, bu müstəqilliyi əldən geçsin. Bu müstəqil dövlətimiz yaşayacaq, davam edəcək. Şərt odur ki, hər cəhətdən, bütün maraqlar baxımından Azərbaycanda ciddi köklü islahatlara ehtiyac var, müsbət dəyişikliklərə ehtiyac var. Bunlar həyata keçməlidir. Bizim dediyimiz budur, hörmətli Cavad bəy. Təşəkkür edirəm. Evet, təşəkkür edirəm. Bir telefon xəttimiz var. Bu məsələ ilə bağlı münasibət